sözləri var. Sıxılmırsan mı elə verilişlərdən? Yox, sıxılmıram. Bayaqlarda sizin söhbətinizə qulaq asdım. Bir şey gəldi ağlıma ki, indi fikirləşdim onu ki, hamı bizi müzakirə edir, amma biz heç kimi müzakirə eləmirik. Hamının ağzının sözü, yəni fərqi yoxdur, nə işlə məşğul olursa olsun, nəticədə o meyxanadan danışır. Amma heç bir meyxanadayan məsələn oturub efirdə başqa bir sənət haqqında danışmır. Heç bir sənət haqqında danışmırıq biz. Bizə sual verilsə belə ən üst versiyada ona cavab verib bizi tənqid edən adamların bir dənə düz gəlmədiyimiz yer hansıdır? Onlar başa düşmürlər ki, onların azadlığının qurtardığı yerdə bizim azadlığımız başlayır. Onlar bəzən həmin o sərhədi keçirlər. Məsələn, sən bəyənməyə bilərsən məni. Deyə bilərsən ki, mən meyxana sənətini bəyənmirəm, sizi sevmirəm. Amma sən deyə bilməzsən ki, siz bu sənət deyil və siz bu folklor deyil. Bu artıq sən mənim sərhədimi keçdin. Siz bizdə meyxana, ölkə, dünyada harda bizdən başqa problem yorğan davası deyə, Molla Nəsrəddində var yorğan davası. Məsələ odur ki, meyxanadayan daha çox müzakirə olunduqda, məsələn, insanlar fikirləşirlər ki, meyxanadayanlar hamısı milyonerdir, belə gigant pul qazanırlar və adamların davası, problemi odur. Yəni, sabahları bizim yerimizdə başqa bir dənə sənət eyni statusa gəlsə çıxsa, adamlar onu daşıyacaqlar. Yəni, sabah biz fikirləşsələr ki, meyxanadayan pul qazanmır, onlar üçün heç bir önəmi olmayacaq bizim dediyimiz sözün, bizə deyilən sözün. Onların davası pul davası. Mənə üslubdur, küçə musiqisi adlanır, amma meyxana küçə musiqisi olmayıb. Dədə-babadan meyxana toylarda olub, Bakı toylarında ala, Lənkəranlıdır. Bizdə sahib çıxmaq bilirsiniz hardan başlayır? Nə vaxt ki, xarici bir ölkədən səndə olan şey iddia olunur. Məsələn, heç kim dolmanın davasını eləmir, amma dolma sənin üçün haçan dəyərli olur. Haçan ki, sənin qonşun Bəsxaq qonşular deyil, dolma bizimdir. İndi məsələn, var da bizim o soldakı qonşularımız əzbər meyxana deyirlər. O Minya Jiguli Signal İtalyanski var ya, qafiyə. Ağa Mirzənin qafiyəsi. Onu bir dənə çıxmışdı mənim qabağıma 5 il bundan qabaq. Ola biraz da bu geniş fürsət alsa, başlayacaq olar ki, bizi tənqid edənlər də özlərini öldürəcək. Onda gəl belə eləyib.